Milli qəhrəman Hökümə Əliyevanın qardaşı Coşqun Nəsibli bacısını təyyarədə olarkən insanların həyatını xilas etməsindən danışıb. Höküməni dəfn edəndə Zülfüqar mənə dedi ki, o onun əlindəki qanı görən sərnişinlərdən qorxmasınlar deyə onu təyyarənin arxasına göndərib. Digər stüardessa Aydan Rəhimli də Zülfüqarın əlinə sarğı bağlamaq üçün arxaya göndərilib. Beləliklə, bacım hər ikisinin həyatını xilas etdi. Təyyarə yerə düşərkən ikisi də arxadaydı. Buna görə sağ qaldılar. Amma hökümə sərnişinlərlə son anına qədər olub, onları sakitləşdirirdi. Son anədək ekipajın komandiri ilə əlaqə saxlayıb. Hökümə son dəqiqəyə qədər oturmadı və kəmərini bağlamadı. Onun əşyaları tapıldı, telefonu tapıldı. Bizə söz verildi ki, bir müddət sonra onu bizə verəcəklər. Bacım həmişə çox sakit idi. Mən 2 yaş kiçiyəm. O məktəbi bitirəndə mən onunla heç yerə qəbul olmayacaqsan deyə zarafat edirdim. O sadəcə gülümsüyürdü və görərik deyirdi. Birinci cəhddə hüquq fakültəsinə qəbul oldu, yüksək bal topladı. Mən universitetə qəbul olunmayanda əvvəlcə heç nə demədi. Sonra bir müddət keçəndən sonra dedi ki, artıq ayıla bilərsənmi, bu qədər balı yığa bilmirsən? 2 ay hazırlaşdım və qəbul oldum deyə Coşqun bacısı ilə bağlı xatirələrini bölüşüb. Qeyd edək ki, 25 dekabrda baş verən bu qəza 62 sərnişindən 38-nin həyatına son qoydu, 29 nəfər isə sağ qaldı. Ekipaj üzvləri İqor Kşinyakin, Aleksandr Kalyeninov və Hökümə Əliyeva ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adına layiq görüldü.